Mən bir daha hər vaxtınız xeyir olsun əziz müəllimlər. Biz ilk dərsdə sizdən bir nəfərdən xahiş edirəm. Hər kəs qrupa yazın. Kurikulum 26 qrupuna yazın. Zəhmət olmasa gəlməyənlər də dərsə gəlsin. Çünki dərsi başlamışam. Biz ilk dərsdə kurikulumun prinsiplərindən danışdıq və kurikulumun nədən bəhs etdiyindən danışdıq. Və danışan zamanda dedik ki, kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı olan konseptual sənəddir. Hansı ki, biz orada təhsilin məzmunu deyəndə deyirdik ki, biz öz fənnimizdən şagirdlərə nələr öyrədirik, öyrətdiklərimizi hansı vəsaitlərdən keçirik. Eyni zamanda təşkil deyəndə biz dərsi necə təşkil edərək keçirik, hansı iş üsullarından, hansı iş formalarından istifadə edirik. Qiymətləndirmədə biz hansı qiymətləndirmənin növlərinə müraciət edirik. Bunları özündə əks etdirən konseptual sənəddir və konseptual da dedik ki, dəyişkəndir. Yəni daimi innovativ yenilikləri qəbul edir təhsil proqramımız və prinsiplərdən danışdıq ki, təhsilin proqramı hansı prinsiplər əsasında özünü idarə eləyirdi. Biz ilk bizim prinsipimiz şagird yönümlülüyü idi və biz şagird yönümlülük deyəndə nə başa düşürdük? Kim cavab verər buna? Ümumiyyətlə, nələrə diqqət yetirməliyik şagird yönümlülükdə? Ümumi mənası nədir şagird yönümlülüyün? Kim cavab verə bilər buna? Cavab verə biləniniz varmı arada? Səsim gəlirmi sizə? Mən deyim, müəllim. Hə, deyin. Burada təhsil alanların maraq tələbatları nəzərdə tutulur, yəni istedad qabiliyyətləri. İstedad və qabiliyyətlərinin nəzərdə tutulmasıdır. Ay, sağ olun. Bəs şəxsiyyət yönümlülük deyəndə nə başa düşürük? Digərləri. Şagirdin şəxsiyyət kimi formalaşdırılması. Ay, sağ olun. Biz şəxsiyyət kimi formalaşdırmaq. Psixomotor fəaliyyətlərini inkişaf etdirmək, milli bəşər dəyərləri formalaşdırmaq. Ay, sağ olun. Bəs nəticə yönümlülük deyəndə biz nə başa düşürdük? Başqa bir müəllimə cavab versin, zəhmət olmasa. Müəllimlərimiz dərsdə ümid eləyirəm. Çünki ekran görüntüsündən mən heç kimi görmürəm hal-hazırda. Nəticə yönümlülük deyəndə biz nə başa düşürdük? Nəticə yönümlülük, bunu biz əvvəlcədən belə deyək də, nəzərdə tutulmuş dərsi, yəni təlim nailiyyətlərinin, nəticələrinin formasında əvvəlcədən müəyyən edilməsi deməkdir. Müəllimə, bir dənə də sizə sual verim. Təlimin nailiyyəti deyəndə biz nə başa düşürük? Nədir təlim? Təlim və nailiyyət. Təlimin nailiyyəti biz orada hansı tələblər var, o tələbləri nəzərdə tutmalıyıq da. Necə nailiyyətlər əldə etməliyik? İndi təlim bizim keçdiyimiz dərsdir müəllimə. Nailiyyət şagirdin qazandığı bilik bacarıqdır. Yəni mənim keçdiyim dərsdən şagird hansı bilik bacarığı qazandırır? Mən şagirdə nə qazandırıram? Sağ olun. Bəs tələb yönümlülük deyəndə biz nə başa düşürük? Digərləri tələb yönümlülük deyəndə kurikulumun prinsiplərindən. Dövrün tələblərini ödəmək məsələdir. Sağ ol. Dövrün tələbi deyəndə məsələn bir-iki nümunə verin bizə. Məsələn. Yəni əsas olaraq şagirdlərin istəklərini önə çıxartmaq lazımdır. Bir də texnoloji yenilikdən də, məsələn, İKT-yə biz daha çox müraciət etməliyik. Sağ olun. Bəs inteqrativlik deyəndə, əziz müəllimlər, biz nə başa düşürük? Nədir inteqrasiya, inteqrativlik? Hansı ki, indi bundan sonra biz o mövzunu keçirik. Əlaqələndirmək deməkdir də, müəllimə. Əlaqələndirmək deməkdir. Hər hansı bir təhsil məzmununun komponentlərini bir-biri ilə həyatla, sistemli şəkildə əlaqələndirmək demək. Sağ olun. Bəs qiymətləndirmə deyəndə nə başa düşürük? Qiymətləndirmə. Şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət sənədidir. Bəli, tələbidir. Sağ olun, çox sağ olun hər biriniz. İndi sırayla hərəyə burada 9 dənə sual var. Hər müəllimimiz bir sual oxuyacaq. Kurikulumun prinsipləri. Bu sınaq sadəcə bir baza daşıyır ki, biz o bazanı yadımızda saxlayaq və o situativ testlərdə biz onu tətbiq eləyə bilək.
ki, situasiyada aça bilək. Yəni siz qətiyyən düşünməyin ki, qəbul bu tipdə düşür. Qətiyyən yox. Hal-hazırda sizin ekranda gördüyünüz sınaq sadəcə bir bazanı formalaşdırmaqdan ötürüdür ki, mən situasiyada nəyə diqqət etməliyim? Ümumi baza yığılandan sonra situasiyalara aça bilərik. Birinci sual elə Arifə müəllimə, siz böyüksüz, sizlə başlayaq. Birinci sualdan. Əgər ekranı görə bilmirsinizsə, siz öz ekranınızdan sualı yaxınlaşdıra bilərsiniz. Mən də buradan böyüdürəm. Başlayın zəhmət olmasa. Onu böyütməyə görə üzrü sayın. Necə böyütmək lazımdır onu. Oxuya bilirsiniz, ekranı görə bilmirsiniz, eybi yoxdur. Digər qızlar. Ekranı gördüm. Aha. Ekranı görürəm. İntihası bunu belə deyim də. Hə. Birazcı ehtiyac Ehtiyac yox. müəllim şagirdlərə. Eltac müəllim şagirdlərə. Hə. Şagirdlərə dərsdə danışmağa, fikir bildirməyə icazə vermir. Eyni zamanda şagirdlərin istəkləri ilə də maraqlanmır. Müəllim hansı prinsipi pozur? O şagird yönümlülüyü pozur da yəqin ki. Bəli, Arifə müəllimə. Şagird yönümlülüyü. Mən bağışlayın, üzr istəyirəm. Mən çətindir böyütməyə balacadır. Eybi yoxdur. Əsas birinci sual idi. Əsas birinci sual idi. Mən izah verirəm. Müəllimə deməli bu şagirdin şagird yönümlülüyünü pozur. Bəli. Bunu anladım mən. Bəli, onun fikirləşmədən, yəni. Bəli, onun istəyi ilə maraqlanmır, onun danışmağına icazə vermir, suallarını verməyə şərait yaratmır. Beləliklə onun tələbatını, marağını ödəmir. Bəli. Bəli. Səmra. İkinci sual Səmra. Dərsdədirmi? Səmra, Sevim. Dərsdədirlərmi? Bilmirəm, müəllimlərin adı təzədir. Sevim buradadır. Hə, tamam, Sevim, oxu. İkinci sual, müəllim dərs ilinin əvvəlində təlim nəticələrini müəyyən etməzsə hansı prinsip pozular? Burada nəticə yönümlülük pozulur da. Sağ olun, bəli. Bax, dərs ilinin əvvəlində təlim nəticəsi. Təlimin nəticəsi nədir? Şagirdin qazanacağı bilik və bacarıqlar. Öz fənninizdən və ilin əvvəlində bunu müəyyənləşdirmirsən. Yəni, nə bunu gündəlik olaraq müəyyənləşdirmirsən, nə də illik olaraq proqramını tutmursan. Və proqram tutulmamış görülən bir işin də əlbəttə ki, nəticəsi olmaz, nəticə verə bilmərik. Ona görə nəticə yönümlülük. Üçüncü sual, Xuraman dərsdədir, görəsən. Xuraman. Adı yaddaş. Bilmirəm, kim var? Yəni, oxumayanlardan dərsimizdə olan müəllimlərimiz oxusun da sualları sırayla. Oxumayanlar zəhmət olmasa. Nihadan yaddaşı Olar müəllim oxuyun. Yox, oxumayanlar oxusun. Aha. Oxuyum mu? Nihadın yaddaşı çox güclüdür, lakin sinif yoldaşları ilə ünsiyyət qurmaqda çətinlik çəkir. Pozulmuş prinsipi müəyyən edin, şəxsiyyət yönümlülük, yəni ünsiyyət fəaliyyəti zəif olur. Afərin, əla, bəli. Yaddaş güclüdür, idraki fəaliyyət yerindədir, amma ünsiyyət bacarığı yoxdur. Yəni, münasibət bildirə bilmir. Eyni zamanda biz bunu situasiyalarda necə tapa bilirik? Əgər hər hansı bir situasiyada fikir veririk, şagird danışan zaman, tutaq ki, müzakirə zamanı, hal-hazırda bizim qəbulda bütün demək olar ki, situasiyalarımız müzakirələr üzərində qurulur da. Şagird fikrini çatdıra bilmir, müzakirə zamanı qarşısındakini dinləmir, fikirlərini çatdıran zaman dolğun, aydın ifadələrdən istifadə etmir, rabitəli nitqə, yazıya malik olsa da, amma nitqini yetkinliklə istifadə edə bilmir. Deməli, burada şəxsiyyət yönümlülüyü pozulmuş olur. Bəli. Dördüncü sualla davam edək zəhmət olmasa. Oxumayanlarımızdan oxusun. Biraz sürətli gedək, xahiş edirəm. Oxuyum müəllimə. Bəli. Zahid müəllim şagirdlərə Mən sualları görə bilmirəm. Mən oxuyardım birinə. Mən ekrana vermişəm sualları. Öz müəllimlərimizdən oxusun. Aha, davam edin. Milli adət-ənənələrimizə hörmət etmək lazımdır. Müəllim kurikulumun hansı prinsipinə əməl edir? Şəxsiyyət yönümlülüyə əməl edir. Çünki milli adət-ənənələrə hörmət etmək, yəni şəxsiyyət yönümlülükdür. Bəli, milli adət-ənənələri şəxsiyyət yönümlülükdür.
Müəllim sinifdə avtoritar rejim qurub. Heç bu sualı mən sual kimi oxumuram. Sadəcə avtoritar rejim var, müəllim mərkəzlidir. Yəni avtoritar rejimdə artıq şagird istəyi, şagird marağı, şagird tələbatı qarşılanmır. Həmçinin onlar istədikləri nəticəyə çata bilmirlər. Əgər avtoritar bir rejim üstünlük sürürsə, burada hansı biz tələbi pozmuş oluruq müəllimlər? Bu ümumi bir sualdır. Sizcə? Şagird yönümlülüyü. Xeyr. Şəxsiyyət yox, şagird yönümlülük. Eyni zamanda biz bu sualda tələb yönümlülüyü də götürə bilərikmi? İndi mən sizə bir dənə sual verim. Tələb yönümlülüyü də götürə bilərikmi? Götürə bilərikmi? Mən götürmək olmaz. Niyə götürmək olmur Həmidə müəllimə? Kurikulum aslında Götürmək olaraq Həmidə müəllimə. Axır müasir dövrün tələbi nədir Həmidə müəllimə? Müasir dövrün tələbi deyir ki, Həmidə müəllimə şagirdə düzgün dərs keçməlidir, İKT ilə dərs keçməlidir, ağıllı lövhə ilə dərs keçməlidir, informasiya kommunikasiya texnologiyalarını mənimsətməlidir. Artıq o dövrdür. Bu sual ikili xarakter daşıyır. Bax, avtoritar rejimin hökm sürməyi, bu sualdan söhbət gedir də. Burada həm tələbi düşünənlər də düz düşünür, şagird yönümlülüyü düşünənlər də düz düşünür. Axı, müasir dövr tələbində yoxdur. 21-ci əsrdə sən bilik plus bacarıq formalaşdırmalısan. Bunu nəyin əsasında formalaşdırırsan? Şagirdə tək informasiya ötürmürsən. Şagirdə həm də bacarıq formalaşdırırsan. Baxın, fikir verirsiniz, son zamanlarda dərnəklərin üstünə niyə düşürlər? Dərnəklər nədən ötürüdür? Onların praktik fəaliyyətini daha da artırmaqdan ötürüdür. Fikir verirsiniz, son zamanlarda məsələn kompüter, İKT bacarığı, informasiya rəqəmsal bacarıqlar artırılıbdır məktəblərdə. Nədən? Onların praktik bacarığı çoxalmaqdan ötürüdür. Niyə son zamanlarda şagirdlər daha çox layihələrə cəlb edirlər? Çünki bacarıq formalaşsın deyə. Yəni, yenə deyirəm ki, burada təhsil proqramının əsas məsələsi tək prioritet ondan ibarət deyil ki, mən şagirdə ilə informasiyanı ötürdüm, o getdi evdə 2 məsələni yazdı, gəldi, yox. Prioritet bundan ibarət deyil. Mən şəxsiyyət yetişdirməliyəm və yetişdirdiyim şəxsiyyət tam olmalıdır. Həm biliyi, həm bacarığı yerində olmalıdır ki, yəni mən onda bacarığı formalaşdırmalıyam ki, hər kəsin ali təhsil almaq kimi bir məcburiyyəti yoxdur da. Bəzən ali təhsillimiz olur, gedir 200 balla oxumaq xətrinə bir universitet oxuyur, amma biri də var ki, heç oxumur, amma onun potensial qabiliyyəti olur, yaradıcılığı olur və sən müəllim onun yaradıcılığını üzə çıxardırsan, tutaq ki, bir rəsm çəkmək qabiliyyəti var və ya hər hansı bir musiqi alətində ifa etmək qabiliyyəti var və müəllimin onu üzə çıxarmağından, yönlənməyindən o gələcəkdə bir peşəkar ola bilər. Deyirsən ki, mənim sinifimdə bir şagirdim var. Uşağın elə də çox elə oxuyan uşaq deyil, idraki qabiliyyəti zəifdir, amma elə gözəl rəsm çəkmək qabiliyyəti var. Sazda bir gözəl ifa etmək qabiliyyəti var. Çox gözəl makyaj eləmə qabiliyyəti var qızın, hələ bir saç kəsimi var. Bax bunlar, mən sizə bunu demək istəyirəm. Müasir dövr tələbi budur. Şagirdə bacarıq vermək lazımdır. Bacarıq, hər kəs ali təhsil almalıdır deyə bir məcburiyyət yoxdur. Ali təhsil alanların güya hamısı bacarıqlıdırmı ki? Biz şəxsiyyət yetişdirməliyik ki, həmin şəxsiyyətin bilik plus bacarığı olmalıdır ki, gələcəkdə o özünə bir yer tuta bilsin. Aydın oldu mu? Bax, hal-hazırda kurikulum bizdən onu istəyir. 6-cı sual. Həmidə müəllimə ilə sizlə davam eləyək. Ramil müəllimin şagirdlərə dərslərini əzbərləməyə çalışmaq, yəni çalışırdı ki, müəllimin hansı prinsipi pozur. Burada integrativdir müəllim məncə. İntegrativlik əlaqələndirmədir Həmidə müəllimə. Ramil müəllim şagirdlərə dərsləri əzbərlətməyə çalışır, əziz müəllimlər. Sizcə nə pozulur burada? Həmidə müəllimə inteqrasiya deyil. Avtoritar rejim eləmək istəyir. Bəli. Hansı pozulur o zaman? Həm şagird yönümlülük pozulur, həm də yercə tələb yönümlülük. Fikir verirsiniz, orada şagird yönümlülüyü vermir. Çünki hər iki cavab özündə bir düzgünlüyü verir deyə, burada biz sadəcə tələb yönümlülüyü verir. Bəli, siz şagirdlərə biz əzbərdən qaçmalıyıq da, bayaq dediyim məsələdir. Biz bacarıq formalaşdırmalıyıq onlarda. Aydın oldu mu? Belə. 7-ci sualla davam eləyək. Oxumayan müəllimlərimizdən kim var?
Mənim digər qrup buradadırmı görəsən? Aysel dərsdədirmi? Bəli, müəllimə. Aysel davam elə 7-ci sualla. Müharibə dövründə bir müddət internetin verilməsində fasilələr yarandı. Bu da mövcud vəziyyəti ilə əlaqədar idi. Verilmiş nümunədə hansı prinsiplə əlaqələndirmək olar? Aha, gəlin indi bu sual çox qəşəng, həm də düşündürücü sualdır. Müharibə dövrümüz oldu bilirsiniz. 2020-ci ildə və orada bizim internet əlaqəmiz kəsildi. İnternet yox Burada idi. müəllimə pedaqoji prosesin tamlığı döydü. Pedaqoji proses tamlığı. Bax, gəl indi bir dənə şey. Mən dünən danışanda, ümumiyyətlə kurikulum prinsiplərində pedaqoji proses tamlığı deyə bir şey var. Pedaqoji Xeyr, proses müəllim, elə prinsip yoxdur. sizcə əziz müəllimlər Tələb yönümlülük var. ay sağ İnternet olun, kommunikasiya bəli. yoxdur. Niyə görə tələb yönümlü? Çünki müasir dövrü İKT dövrüdür da, düzdür. Hal-hazırda belə bəzi məktəblər ləğv edilir, distant təhsilə keçir, onlayn təhsilə keçir. Bəli, tələb yönümlülük. Çünki müasir dövr tələbi pozuldu axı. Texnologiya pozuldu, texnoloji savadlılıq pozuldu, əlaqəmiz kəsildi, heç nədən xəbərimiz olmadı. Bəli, tələb yönümlülük. Bax, müasir dövrün tələbi pozulmuş oldu. 8-ci sualla davam edin zəhmət olmasa. Xuraman dərsə qatıldımı? Xuraman dərsdədirmi? Səmra müəllimə dərsdədirmi? Ayşən riyaziyyat, Sevinç müəllimə riyaziyyat dərsdədirlərmi? Bəli, müəllimə, bayaqdan cavab verin mən. Hə. Bəli, müəllimə dərsdə. Sevinç müəllimə 8-ci sualla zəhmət olmasa. Bir dəqiqə müəllimi qoy verdim. İşğaldan azad edilmiş ərazilərimiz tezliklə iqtisadiyyat yerindən dirçələcək. İşğal edilmiş ərazilərimizdə tezliklə iqtisadiyyat yerindən dirçələcək. Aha. Mən də tam görsəmirik. Verilmiş bilirəm. nümunəni Hansı prinsiplə əlaqəlidir? Sevinç müəllimə. İşğaldan azad edilmiş ərazilərimizdə iqtisadiyyat yenidən dirçələcək ya Sevinç müəllimə? Sizcə hansı prinsipə uyğun gələr? Bir diqqətli olun, xahiş edirəm. Amma tez cavab verməyin. Düşünün. Sizcə? nəticə yönümlülük. Ay, sağ olun. Nəticə yönümlülük fikir verirsiniz. İqtisadiyyat yenidən dirçələcək. Yəni orada nəticə alacağıq da bizdən. Ada fikir verirsiniz. Nəticəyə yönəlmişik. Biz nəticəyə yönəlmişik ki, bizim işğaldan azad edilmiş ərazilərimizdə iqtisadiyyat yenidən dirçələcək. Bəli, nəticə yönümlülük. Çünki biz oradan nəticə götürmüş olacağıq. Aydın oldu mu? 9-cu sualla oxuyun, bitirək. Ondan sonra yeni dərsə keçək. 9-cu sual kim davam eləyir? İstəyən biriniz davam eləyin, zəhmət olmasa. Davam eləyin, müəllimlər. Mən davam edeyim müəllimə. Eləyin. Kim istəyir davam eləsin. Çünki mən adlarınızı hələ tam bilmirəm deyə davam eləyin. Müəllim məsələdə dərsi izah edən zaman həyatla əlaqələndirərsə verilmiş prinsip müəyyən inteqrativlikdir. Bəli, həyatla əlaqələndirmə. Biz həyatla əlaqələndirmə veririk dərslərimizdə. Həyatla əlaqələndirmə deyəndə nə başa düşürdük? Təhsilin məzmun komponentini, yəni mən müəllim olaraq, məsələn, riyaziyyat müəllimləri gəlin sizdən götürək də. Sizin özünüzün fənninizə düsturlarınız var, düzdür? Məsələn, mən də mühəndisəm. Sizin mənə vaxtı ilə öyrətdiyiniz düsturu 5-ci sinifdə mənə bir düstur öyrətmisiniz, hər hansı bir hesablama qaydası və mən mühəndisəm, bugün hər hansı bir layihə verirəm, o layihənin hazırlanmasında mənim köməkliyimə sizin mənə öyrətdiyiniz həmin o hesablamalar, çıxmalar, toplamalar, həmin o düsturlar, həmin o bölmələr, kəsirlər kömək edir. Bax, fənninizin məzmununu mənə sinifdə öyrətdiniz, düzdür? Bugün mənim neçə yaşım olur olsun. Mən hər hansı bir peşə sahibiyəm və bugün mən onu istifadə edirəm. Deməli, mən sizin sinifdə öyrətdiyiniz məzmunu həyatla əlaqələndirirəm. Aydın oldu mu? Bax, bu inteqrativlikdir. Və əziz müəllimlər, bizim əsas məsələmiz qəbulda bir daha sizə səsləndirim ki, siz kurikulumun prinsiplərini
Müsahibə üçün mükəmməl öyrənin. Bax, bu dediklərimə fikir versəz, bu çox yaxşı bir şəkildə sizi qiymətləndirəcəklər. Siz gözləməyin ki, sizi qəbulda, bax, bayaq ekranda gördüyünüz testlər, qapalı test nümunələri qarşılasın. Ola bilər ki, nə bilim, təsərrüfat işinə verəsiz, laborantlığa, kitabxanaçılığa, hə, orada o cür testlər olur. Amma qəbulda sadəcə situasiyalar olur. Qəbulda bizi hal-hazırda inteqrasiya olsun, taksonomiya olsun, hər biri situativ halda bizim qarşımıza çıxır. Bizim əsas məqsədimiz o şagird yönümlülüyün tərifinin altında yatan məna durur. Şagirdin marağı qarşılanmır deyəndə mən o mənanı tutmalıyam ki, deməli, maraq burada nə var? Onun şəxsi marağından söhbət getmir. Mən onun şəxsi marağı maraqlandırmır. Məni maraqlandırır onun dərs öyrənmə prosesi. Gərək mən dərsi elə quram ki, təhsil hər kəs üçün əlçatan ola. Gərək mən mövzuları verərkən hamıya eyni mövzunu verməyəm. Mən fərqli mövzulardan istifadə edəyəm. Mən şagirdlərin idrak səviyyəsini nəzərə alam. Yoxsa mən avtoritar rejimlə dərsi qurum, mən mərkəzli dərs olsun, şagird kənarda qalsın, şagird fikrini çatdırmaq istəsin, mən ona imkan verməyim, şagird hər hansı bir dərsi tutaq ki, video təqdimatla təqdim eləsin, mən deyim ki, xeyr, sən niyə video təqdimatla verirsən? Mən sənə yalnız esse formasında mənə qaytar demişəm. Bu şəkildə artıq yoxdur, əziz müəllimlər. Bizim indi öyrənmə tərzlərimizi biz əvvəlki dərslərimizdə öyrənəcəyik, əvvəlki mövzularda və biz elə bir şərait yaratmalıyıq ki, biz inteqrativliyi təmin eləməliyik. Yəni, qarşılıqlı tərəfdaşlığı qurmalıyıq şagirdlərimizlə. O zaman mən şagird yönümlülüyü həyata keçirmiş olaram. Mən onun danışmağına şərait yaratmalıyam. Mən dərsimi əvvəlcədən planlaşdırıb girməliyəm. Mən müasir dövrün tələbinə riayət eləyərək bir texnoloji savadlılığı onda formalaşdırmalıyam. Qiymətləndirmə zamanı mənim tutaq ki, ən yaxşı oxuyanımla tutaq ki, filan kəsə köçürməsinə şərait yaradıb hər ikisinə 5 verim, bu hallara yol verməməliyəm. Yəni, bax, bunların, o təriflərin altında yatan situasiyalara siz diqqət yetirməlisiniz. Yoxsa tərif budur, bu tərif o şəkil artıq o qəbul eləmir. Və hal-hazırda ekranda görürsünüz fən kurikulumu və bizim burada nələrdən bəhs edəcəyik? Biz sadəcə ümumi təlim nəticələri nədir və əsas məsələ inteqrasiyadan danışacağıq. Çünki inteqrasiya həm sertifikasiyada, həm miqdə bizim bir nömrəli suallarımızdan biridir. Yəni, bu mövzunu bilənin bir sualı hazırdır deməkdir. Bu mövzunu bilən bir sualı artıq düzgün şəkildə cavablandıracaqdır ki, bu mövzu ümumilikdə çox önəmli bir mövzudur. Həm müsahibə mərhələsi üçün, həm test mərhələsi üçün. Çünki istər sertifikasiya müsahibə mərhələsi olsun, istər miq müsahibə mərhələsi olsun. Mütəmadi verilən suallardır. Məzmun xətti nədir? Alt standart nədir? Təlim nəticələri nədir? Dərsin məqsədi nədir? İnteqrativlik nədir? Yəni, bu suallar bizim müsahibə mərhələsinə gedən müəllimlərimizə mütəmadi verilən suallardır. Bir daha səsləndirirəm ki, həm müsahibə mərhələsi üçün, həm də test mərhələsi üçün ən önəmli mövzulardan biridir. Əvvəla başlayaq ümumi təlim nəticələrindən, əziz müəllimlər. Biraz əvvəl biz nəticə yönümlülükdən danışdıq və nəticə yönümlülüyün bir tərifi var idi, kitab tərifi vardı, hansı ki deyirdi ki, təlim nailiyyətlərinin əvvəlcədən planlaşdırılmasıdır. Yəni, təlimin nailiyyəti dedik, şagirdin qazandığı bilik və bacarıqlardır və biz şagirdə verəcəyimiz bilik və bacarıqları əvvəlcədən planlaşdırırıq, o cürdə dərs prosesinə girmiş oluruq və ümumi təlim nəticələrindən nəticə yönümlülük hər ikisi eyni mənanı bildirir. Hər ikisi eyni mənanı özündə ehtiva edir. Ümumi təlim nəticələri, nəticə yönümlülük. Deməli, bir dəqiqə, deməli, əziz müəllimlər, fikir verin tərifə, mənimsənilməsi nəzərdə tutulan və təlim nailiyyətlərinin əvvəlcədən
deməli müəyyənləşdirilmiş konkret bir səviyyəsidir. Eyni ilə bunun mənasında açanda təlim nəticə yönümlülük prinsipini necə başa düşdünüzsə, həmin bu ümumi təlim nəticələrini də eyni mənada başa düşürük. Yəni ümumi təlim nəticələrindən nəticə yönümlülüyün heç bir fərqi yoxdur. Mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilən təlim nailiyyətlərinin konkret səviyyəsidir. Yəni deyir ki, ay müəllim, şagirdə hansı bilik bacarığı verəcəksənsə öz fənnin üzrə zəhmət çək, onu planlaşdır. İstər gündəlik olaraq, istər illik olaraq o cür dərs prosesinə gir. Hansı ki, sən onları etməsən, şagirdi effektiv şəkildə heç bir bilik bacarığa çatdırmamış olacaqsan. Bax, bu oldu ümumi təlim nəticələri, əziz müəllimlər. Və məzmun xətti nədir? Sizdən bir dənə xahişim. Hər biriniz bir ixtisasın müəllimisiniz. Və ekranda fənninizə aid olan məzmun xətlərini görürsünüz. Siz öz fənninizin məzmun xətlərini əzbər bilməsəniz, siz inteqrasiyanı yaza bilməyəcəksiniz. Ona görə xahiş edirəm, hər biriniz öz fənninizin məzmun xəttini əzbərləyin. Çünki həm müsahibədə sizə verilir sual olaraq, həm də sizə test mərhələsində də lazım olur. Və bu hissəni PDF-də mən sizə göndərəcəm. Yəni, bunu mütləq şəkildə, əzbər şəkildə bilməlisiniz. Və ümumiyyətlə, məzmun xəttinin bəs sözü nədir? Məzmun xətti fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin eləmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Yəni, əziz müəllimlər, gəlin indi bunun açmasına baxaq. Fənn üzrə biz şagirdlərə bilik bacarıq veririk də, həmin o bilik bacarıqları biz şagirdə verməkdən ötürü fənnimizin məzmun xətlərindən istifadə edirik. Və hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşdirir. Eyni zamanda yadınızda qalsın ki, fənnin məzmun xətti qətiyyən dəyişmir. Yəni, sən 1-ci sinifdə hansı məzmun xəttindən başlayırsan, 11-ci sinifdə də o məzmun xəttindən bitirirsən. Və sizə lori dildə bir şey deyim. Fənnin məzmun xətti, bax, məzmun xətti. Yəni, yadınızda saxlayın ki, məzmun xətti fənlər daxilində dəyişmir. Məsələn, heç vaxt riyaziyyat dəyişib Azərbaycan dilindən bəhs edilmir. Məsələn, riyaziyyat dilində ağlımıza nə gəlir? Toplama, çıxma, vurma, bölmə. Azərbaycan dili deyəndə ağlımıza nə gəlir? Ən azından bir oxuyub yazmada. Heç vaxt riyaziyyat oxuyub yazmadan bəhs edə bilməz. Heç vaxt Azərbaycan dili toplayıb çıxmadan bəhs edə bilməz. Bax, belə yadınızda saxlayın. Və məzmun xətti zəruridir, əsasdır, ana xəttir, leytmotivdir və ona görə də dəyişməzdir, əziz müəllimlər. Yadınızda qalsın. Məzmun xətti nədir deyəndə deyirik ki, fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir ki, qətiyyən dəyişmir. Fənn daxilində fənnin ana xəttidir, leytmotividir, əsasıdır, bünövrəsidir. Və əziz müəllimlər, gəlirik əsas məsələyə. Alt standart. Hansı ki, alt standart nədir sualı? Demək olar ki, bir gündə 100 müəllim müsahibəyə girirsə, onun 90-ına bu sual verilir. Alt standart şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Yəni, bu siz müəllimlərə və eyni zamanda şagirdlərə qoyulan dövlət tələbidir. Ki, məsələn, hər gün biz evimizdə məktəbə gediriksə, alt standartı reallaşdırmaq üçün gedirik. Yəni, şagirdə bilik və bacarıq vermək üçün gedirik. Bu, mənə dövlətin qoyduğu tələbdir. Mən müəllim olaraq şagirdimə bilik və bacarıq verməliyəm fənnim üzrə. Şagirdimin də vəzifəsi ondan ibarətdir ki, müəllimin ötürdüyü informasiyanı, yəni bilik və bacarığı qəbul eləsin və ona yiyələnsin. Və alt standart, əziz müəllimlər, sinif və fənlər üzrə summativ qiymətləndirmələrin aparılmasını təmin edir. Yəni, mən, işləyən müəllimlər bunu gözəl bilir, Allah qoysa sizlər də öyrənəcəksiniz. Yəni, mən
qiymətləndirmələr zamanı yekun qiymətləndirmədə hansı bilik və bacarıqları keçmişəm bölmə üzrə. Onları qiymətləndirirəm. Ona görə də deyir ki, sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. Və gəlirik inteqrasiya, inteqrativlik. Bir daha səsləndirirəm ki, inteqrativlik test mərhələsində də, müsahibə mərhələsində də bizim ən önəmli yerimizdir. Və inteqrasiya. Dedik ki, əlaqələndirmədir. Hansı ki, biz ola əlaqələndirməni fənlərin arasında veririk, fənimizin məzmun xətləri arasında veririk. Eyni zamanda biz onu, məzmun komponentini həyatla əlaqələndiririk, əziz müəllimlər. Və inteqrasiyanın da 3 növü var. Əziz müəllimlər, hansılardır? Fən daxili inteqrasiya, fən üstü inteqrasiya və fənlər arası inteqrasiya. Fən daxilinin də özünün 2 deməli növü var. Fən daxili şəquli inteqrasiya, fən daxili üfüqi inteqrasiya. Fən daxili şəquli inteqrasiya deyəndə biz ilk danışaq fən daxili inteqrasiyadan ki, nədir? Fən daxili inteqrasiya hər hansı bir öz fənnimizin daxilində mövzular arasında da əlaqələndirə bilərik, məzmun xətlər arasında da əlaqələndirə bilərik, əlaqələndirmə verə bilərik ki, şəquli inteqrasiya, əziz müəllimlər, fən daxili inteqrasiyanın özü də dedik ki, 2 növə ayrılır. Hansılardır onlar? Deyirik ki, şəquli inteqrasiya alt standartların siniflər üzrə əlaqəsini əhatə edir. Yəni, gəlin indi bunun açaq. Alt standartı nə oldu? Şagirdlərin qazandığı bilik və bacarıqlar. Şagirdlərin qazandığı bilik və bacarıqların siniflər üzrə əlaqəsini əhatə edir. Yəni, mən aşağı sinifdə keçdiyim mövzularla, bilik bacarıqlarla, tutaq ki, yuxarı sinifdə keçdiyim bilik və bacarıqları, mövzuları bir-birindən əlaqələndirirəmsə, mən şəquli inteqrasiyanı həyata keçirirəm. Bax, tutaq ki, mən ismi keçmişəm 1-ci sinifdə. İndi mən 2-ci sinifdə ismin hallarını keçirəm. Düzdür? Mən ismin hallarını keçməmişdən qabaq uşaqlara bir xatırlatma verirəm. Deyirəm ki, uşaqlar, yadınız, bugün bizim mövzumuz ismin hallarıdır. Biz ismin hallarını öyrənəcəyik. Yadınızdadır, biz isim haqqında da öyrənmişdik. İsim nə idi? İsim əşyanın adını bildirirdi, bu suallara cavab verirdi. Biz indi ismin hallarını öyrənirik. Bax, mən bu zaman şəquli inteqrasiyanı həyata keçirmiş oldum. Əvvəlki keçdiyim mövzum, tutaq ki, lap 1 ay əvvəl mən keçmişəm, ismi, 1 aydan sonra ismin halını keçirəm. Fərqi yoxdur. Nə qədər müddətdən əvvəl keçirsən keç, onda fərq yoxdur. Əsas məsələ ondan ibarətdir ki, mən əvvəlki keçdiyim bilik və bacarıqlara istinad edirəmsə, əziz müəllimlər, fən daxili şəquli inteqrasiyanı həyata keçirmiş oluram. Əgər mən, baxın, bayaq da dedim ki, hər bir fənnin özünün məzmun xətti var. Əgər mən fənnin məzmun xəttinin məzmun xətləri arasında qururamsa, məsələn, mən öz fənnimdən əlaqələndirmə verəcəm də sizə. Məsələn, mən xarici dil müəllimiyəm. Mənim məzmun xəttim, mənim burada məzmun xətlərim var. Hansıdır mənim məzmun xəttim? Dinləyib anlama, danışma, oxu, yazıdır. Mən tutaq ki, dərsim zamanı öz şagirdlərimə esse yazdırmaq istəyirəm. Birinci esseni yazdırıram. Deyirəm ki, uşaqlar, bugünkü mövzumuz bizim öyrəndiyimiz sözlərdən istifadə edərək cümlələr qurmaqdır. Heç esse yazdırmıram. Deyirəm, biz vokabulerdən son 3 lüğətdən istifadə edərək biz cümlələr yazmalıyıq. Deməli, mən yazırıq və yazdıqdan sonra biz həmin cümlələri danışmalıyıq. İndi mən neynədim? Deməli, keçdiyim lüğətdən yazdırıramsa, deməli, mən yazı məzmun xəttimlə danışma məzmun xəttim arasında əlaqə qurdum. Bax, bu
fənnin məzmun xətti arasında əlaqədir. Olur üfüqi inteqrasiya. Bir var, əvvəlki keçdiyim bilik və bacarığa istinad edəm, yeni mövzuda əlaqələndirəm. Bu olur şaquli inteqrasiya. Bir də var ki, məsələn, bir video izlətdirəm dərsim zamanı və ardınca həmin videodan esse yazdıram. Bu olur dinləyib anlama məzmun xətti və yazı məzmun xətti arasında əlaqə. Bu da olur üfüqi inteqrasiya. Deməli, üfüqi inteqrasiya fənnimin məzmun xəttlər arasında əlaqədir. Şaquli inteqrasiya fənnimin bilik və bacarıqlar arasında əlaqədir. Və gəlirik fənniüstü inteqrasiya. Fənniüstü inteqrasiya öyrənmənin dedik həyatla əlaqəsidir ki, biz fənniüstü inteqrasiyanı artıq yalnız və yalnız həyatda praktik tətbiq ediriksə, bu olacaq fənniüstü inteqrasiya. Yəni mən deyirəm ki, mənə bir layihə hazırlayırsınız uşaqlar. 27 sentyabr anım günümüz çatır və anım günümüzlə əlaqədar olaraq hərəniz şəhidlərimizə hörmət əlaməti olaraq esse yaza bilərsiniz, video təqdimat hazırlaya bilərsiniz, bunu gətirə bilərsiniz. Deyəcəksiniz ki, ay müəllim, esse yazmağın fənniüstü inteqrasiya ilə nə əlaqəsi? Axı, bu esseni yazan zaman mən buna tapşırıq olaraq vermişəm bunu. Bu uşaq gedəcək, bunu araşdıracaq, bu şəhidlərimizin bəziləri haqqında, tutaq ki, konkret bir şəhid haqqında yazmaq istəyir, onun həyatını araşdıracaq, real şəkildə, onun fəaliyyəti haqqında, döyüş yolu haqqında maraqlanacaq, yazı şəklində mənə verəcək. Biri də gedəcək, video hazırlayacaq, onun şəkillərini toplayacaq, onun keçdiyi döyüş yollarından şəkillər əldə edəcək, ailəsi ilə əlaqə saxlayacaq, ailəsindən kimisə danışdıracaq. Yəni, bu həyatda praktik bir tətbiq eləyib gələcəksə, bu fənniüstü inteqrasiya olacaq. Fənlər arası inteqrasiya, hansı ki, qəbulda keçən il, qəbul demək olar ki, fənlər arası inteqrasiyanın üzərində quruldu. Fənlər arası inteqrasiya nədir? Fənnimi digər fənlərlə mən əlaqələndirirəm. Fənnimi başqa bir fənlərlə əlaqə qururam. Məsələn, tutaq ki, mən tarix müəllimi olaraq Şah İsmail Xətainin döyüş yolundan bəhs eləyirəm. Tarixi bir sərkərdə kimi onun əhəmiyyətindən danışıram və eyni zamanda mən onun ədəbiyyatdakı mövzularına da toxunuram. Bu olur fənlər arası inteqrasiya. Eyni zamanda mən bayaq layihələrin hazırlanmasından danışdım. Layihələrin hazırlanması zamanı fənlər arası inteqrasiya orada yer ala bilərmi? Təbii ki, alar. Nəyə görə? Tutaq ki, bir layihə, bir daha deyirəm, bir çertyoş hazırlanır və çertyoş hazırlanan zaman, tutaq ki, hər hansı bir təsvirincə sənət müəllimisən, şagirdə tapşırmısan, hər hansı bir binanın eskizini yaratmalıdırlar və orada yaradan zaman, burada həm fənniüstü inteqrasiya olacaq, həm fənlər arası ki, orada tutaq ki, layihə hazırlandı öz yerində. Burada hesablamadan istifadə eləyəcəkmi şagirdin? Bir enini, uzununu hesablayacaq, binanın eni nə qədərdir, uzunu nə qədərdir, nə bilim, ön giriş hardan olacaq, arxa giriş hardan olacaq, nə bilim, yanğın təxliyə planı hardan olacaq, hesablama aparacaq da. Təsviri incəsənət fənninlə riyaziyyat fənninin arasında bu adam əlaqə qurur. Yəni, burada layihə deyəndə tək bizim artıq ağlımıza fənniüstü inteqrasiya gəlməlidir deyə bir şey yoxdur. Yəni, burada həm də fənlər arası inteqrasiya özünü göstərir. Əziz müəllimlər, bu qədər dərsimiz. Bir daha səsləndirirəm ki, ümumi təlim nəticələri deyəndə biz nə başa düşürük? Nəticə yönümlülük prinsipindən eynin. Ki, hər ikisi şagirdə qazanılacaq bilik və bacarıqları özündə əks etdirməlidir
məzmun xətti deyəndə biz şagirdə verdiyimiz bilik və bacarıqları təmin etmək üçün müəyyən olunmuş müəyyən zəruri hissədən keçirik. Ana xəttdir, leytmotivdir, dəyişməzdir, qətiyyən fənn daxilində dəyişmir. İnteqrasiya deyəndə biz inteqrativliyi, əlaqələndirməni təmin elədik. Fənlərin daxilində əlaqə verdik. Fənnimizi başqa bir fəndən əlaqələndirdik. Fənnimizin məzmun xəttini həyatda tətbiq elədik. Və bunlar da oldu bizim mövzularımız, inteqrasiya. Əziz müəllimlər, bu qədər dərsimiz. Ümid eləyirəm ki, aydın oldu. Sizin üçün elə bir çətinlik olmadı. Varmı hər hansı bir sualınız, hər hansı bir başa düşmədiyiniz məqam, suallarınızı verə bilərsiniz. Miqçilər üçün biraz ağır gələ bilər dərs, amma sertifikasiya hazırlaşan müəllimlərimiz üçün elə bir ağır mövzu deyil, çünki onlar tətbiq edirlər. Amma miqçilərə biraz ağır gələ bilər. Dərsi dinləyin, açar məqamları çıxardın, harda nəyə diqqət yetirmək lazımdır. PDF-ini də göndərəcəm. Oradan da oxuyarsınız, testlərini eləyərik. Bu qədər dərsimiz. Varmı suallarınız, hər hansı bir sualınız?